Çox maraqlıdır. Prostinanı ipdən qaralayırdım, ama prostinanı yupsadı qaralayırdım. O prostinanı kəsməliyəm. Yemək hazırladım. Nə hazırladın? Yemək hazırladım. Desəm, indi o anam dəhşətə gələcək. Ay, super tikmişsiniz. Sıcan rənglərinə Dekoratsiyama da yaraşır, özümə də yaraşır. Ümumiyyət, gözələ al da yaraşır, şalda da. Salam, xoş gördük mənim əzizlərim. Bugün də Xanımlar Saatı verişində birlikdə çox maraqlı mövzu müzakirə edəcəyik. Təbii ki, bir-birindən maraqlı qonaqlarımız var. Hər zamanki kimi bugün də nələrisə yeni öyrənəcəyik. Gözünüz, qulağınız bizdə olsun. İstəyirəm mövzumuzu açıq elan edeyim. Mövzumuz bugün işgüzar xanımlardır mənim əzizlərim. Bugün işgüzar xanımların həm iş həyatını, həm ailə həyatını bir yerdə müzakirə edəcəyik. Və istəyirəm artıq qonaqlarımızı studiyamıza dəvət edim. Uzun illər boyu qonşu telekanallardan birində çox tanınmış bir xəbər aparıcısını istəyirəm studiyamıza dəvət edim. Qarşılayın, Günay Novruz qızı. Hoş gəlmişsiniz Günay xanım. Məmsəsiniz gələsiniz. Buyurun, əyləşin. Belə ilk addımlarını, aparıcılıq fəaliyyətini, həmçinin telejurnalist fəaliyyətini bax bu kanalda, Space TV-də başlayan, yenə də çox tanınmış aparıcı simamız Günay xanım Malik qızı. Xoş gəlmişsiniz, həmçəsiniz gələsiniz, buyurun. Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından biri, əməkdar artist Gülər xanım Nəbiyeva. Hoş gəlmişsiniz. Buyurun, əyləşin. Bugün işgüzar xanımlarımız çoxdur. Həddindən artıq çoxdur işgüzar xanımımız və bir işgüzar xanımımıza sizə təqdim edirəm. Tanınmış modeliyer, hamımızın sevimlisi Şəlalə xanım. Hoş gəlmişsiniz. Həmcə siz gələsiniz, buyurun, əyləşin. Və bugün istəyirik maraqlı bir eksperiment edək əslində xanımlar. Bugün əməlli başlı verişimizdə kəsib biçəcəyik, ölçüb biçəcəyik, kəsib biçəcəyik, paltar tikəcəyik. Bəli, sizin gözünüzün qarşısında hər şey baş verəcək. Bu işdə bizə yaxından kömək edəcək dərzimiz Esmirə xanım. Xoş gəlmişsiniz. Buyurun. Əslində birazdan Esmirə xanım hamımızın milyonlarla tamaşaçının gözü qarşısında mənim ölçülərimi götürəcək və veriş gedə-gedə mənə paltar tikəcək. Bəli, səhv eşitmədiniz. Bugün mənə Esmirə xanım paltar tikəcək və mən çox istəyirəm ki, verişin sonunda o paltarı geyinim və siz o paltarı da mənim əynimdə görəsiniz ki, yəni heç bir primerka deyirik də biz ona. Azərbaycanca necə deyim Şəlalə xanım? Yəni heç bir ölçmə olmadan, yoxlamadan bugün biz o paltarı dənəyəcəyik. Yəni inşallah ki, əynimizə də oturacaq. Bir cəhddən, bəli. Bu az sonra, bu anonslar idi. Ay, nə gözəl qızlar oturub burada. Günay, istəyirsən o kürsüdən əyləş, rahat-rahat əyləş, hə? Sən otur. Yox, mən oturmuram. Bugün mən sizin qulluğunuzdayım, burada ayaq üstə sizi qarşılayıram. Siz mənim qonaqlarımsınız və mən sizi burada bugün ayaq üstə qarşılayıram. Xoş gəlmişsiniz təkrar. Dəvətə görə təşəkkür ederim. Təkrar xoş gəlmişsiniz. Şəlalə xanımı saymasaq, mən sizə bugün 3G deyə bilərəm. Günay, Gülər, Günay. Biraz zarafatdan sonra dərhal... Müasir texnologiya. Müasir. Bax, birinci sənə təqdim elədim, Günay. Xoş gəlmişsən. Çox sağ ol, təşəkkür edirəm. Uzun illər telekanallarımızdan birində xəbər aparıcısı kimi fəaliyyət göstərmişsən. Yəni, səni hal-hazırda izləyən tamaşaçılarımız üzündən, simandan, bir baxışından, bir gülüşdən səsindən artıq, səs tonundan artıq səni tanıdılar.
Sağ olsunlar. Sağ Tamaşaçılara olsunlar, minnətdaram. bəli. Sizə də təşəkkür edirəm ki, dəvət Estağfurullah, eləmisiniz. estağfurullah. O nə demək? Bu bizim məslək borcumuzdur. Yəni ki, biz hamımız bəs biz nə günə gərək? Özün demişkən baldızlarımı çağırmışam. Yox, belə gəlindən kim inciyər? Belə gəlindən kim inciyər? Günay, hal-hazırda küçədə gəzəndə səni tanıyırlar, Olur, hə. yaxınlaşırlar, Olur, tanıyırlar, soruşurlar olur, ki, çox ay olur. Günay xanım, niyə efirə çıxmırsınız falan deyirlər. Çox deyirlər, hə. Nə cavab verirsiniz? Valla deyirəm ki, nəysə indi alınmır işləmək televiziyada, başqa yerdə işləyirəm. Nəsə belə bir şey. Onlar da deyirlər, ay çox təəssüf eləyirik, qayıdın televiziyaya, nə bilim belə, yəni belə sözlər çox eşidirəm. Bilmirəm, düzün desəm, bəlkə də tez-tez bizi çağırırsınız, dəvət edirsiniz, o qədər qəribsənmirik televiziya üçün də arıqmırıq. Amma televiziyanı atmaq deyim hər adamın işi deyil, hə Günay? Bəli, adam çox öyrəşir və o sevgi heç vaxt keçmir. Yəni artıq 5 ildir mən televiziyadan uzaqdayam və bilirəm ki, yəni sevgim azalmayıb ki, artıb. Televiziyada sizin kimi gözəl dostları görəndə sevinirəm. Estağfurullah. Uğurlar diləyirəm hər birinə. Bu məsləyi doğrudan sevən və doğrudan həyatını ona verməyə hazır olan insanları. Biz uzaqdayıq, amma mən 100% əminəm ki, Günayın adından da bunu deyə bilərəm. Biz başqa sahədə məşğul oluruq və özümüzü başqa sahədə sınamışıq. Dostlar, yaxınlar deyir ki, alınır, pis alınmır. Amma bizdən soruşanda, bizdən soruşanda biz həmişə deyirik ki, biz qəlbimizdə, ürəyimizdə həmişə telejurnalistik, xəbər aparıcısıyıq və bu həmişə belə olacaq. Ay, nə gözəl. Onsuz da yəni bizim indi çalışdığımız işdə də uğur qazanmağımızın əsas yəni kökündə televiziyadakı bizim fəaliyyətimiz durur. Təcrübəmiz durur. Yəni biz bu həmin həyat əlaqələr, təcrübəsi, dostlar, yoldaşlar, hörmət, yəni qazandığımız bu bütün bunlar bizə hər zaman yol yoldaşıdır, yanımızdadır, bizim uğurlarımıza yəni səbəbkardır. Nə gözəl. Ona görə də yəni televiziyanı biz sevməyə bilmərik. Ay, estağfurullah. Televiziyanı sevməmək mi olar? Mən istəyirəm Esmirə xanımdan xahiş eləyim, mənim ölçülərimi götürsün, çatdıraq da. Çünki 1 saat ərzində xanımımız onu tikməlidir və söz verib ki, tikəcək bugün və tamaşaçılarımız da o paltarı görəcəklər mənim əynimdə. Mən əslində yaxşı dərzə axtara qalmışam. Mən hal-hazırda onsuz da şokdayam. Çünki mən belə şey görməmişəm, yəni açığı da. Mən yəni bir günə əynimə paltar tikilib, yəni 2 günə tikilib. Amma 1 saata mənim əynimə hələ heç kəs paltar tikilməmişdi, hə Şəlalə? 1 saata ikisini sən nə deyərsən? 1 saata ikisini, Allah, siz niyə bizi burada şok eləyirsiniz, hə? Ay Esmirə xanım. Amma bir dəfə yadıma gəlir Şəlalə. Mənim bir məşhur bir klip çəkilişimdə, TRT çəkirdi o klipi. Yəni Türk-Azərbaycan işbirliyi idi də, o bütün türk dilli dövlətlərin nümayəndələri orada iştirak edirdilər. Yəni hər türk dilli dövlətdən bir xanım ifaçı çəkildi o klipdə. Azərbaycanı da mən təmsil elədiyimə görə. Ən gözəl seçim. Vaxt da yoxdur, hər zamanki halim. Heç vaxt heç nəyə vaxt çatdırmıram. Qaça-qaça gəldim. Şəlalənin üstünə, Şəlalə, belə bu da yazıq, nə olub, deyirəm ki, bəs tez məni geyindir. Ay, mən tez, nə qədər tez, indi məni geyindir, gedirəm klip çəkməyə. Ay, böyle şey var, necə indi məni geyindir, klip çəkməyə. Ən gözəl, asan variant etdim, dolamalarla. Özün danış. Hə. Mən də onda da şokdaydım sözün açığı. Deyirəm ki, necə yəni dolama? Deyir, sən düşündü, sən dur burada, mən dolayacağım. Çünki dolama çox asan bir variantdır. Mən hətta elə bir aparıcı var ki, onu uzun müddət dolamalarla giyindirdim ki, proqram aparırdı. Hər dəfə giyim çatdırmaq olmurdu. 15 dəqiqənin ərzində arxada, səhnə arxasında dolamalarla onu giyindirdim, çıxartdım efir. Amma heç kəs bilməmişdi ki, bu parçalardan... Yəni tikiş yoxdur üstündə. Tikiş yoxdur, yox. İynələrlə, əynimdə bu parçanı doladı üstümə, başıma, qoluma, ayırıma belə. İynələrlə də bitişdirdi, başıma da çalmanı vurdu, hazırsan, gedə bilərsən. Şokdaydım yəni, həqiqətən. Çox asan bir variantdır. Həm, bilirsiniz, bəzi xanımlar var ki, primerkalara getməyi tənbəllik eləyirlər. Mən özüm, mən ərinirəm, hövsələm çatmır. Mən tükana da alverə gedəndə səbrim çatmır. O zaman ən gözəl vasitə dolamalardır ki, dolamalardan yetər ki, biraz fantaziyamız güclü olsa, hər
cür formalarda yığmaq mümkündür. Biz də məhz o variantdan istifadə etdik və çox gözəl də alınmışdı. Bəli. Siz bir ustad dərsləri keçin bu dolama ilə bağlı. Biz gələ iştirak edirik. Mən keçirəm, düzdür. Hə, əlbəttə ki, çünki mən özümün şagirdlərim var, tələbələrim var. Onlara biçim öyrədirəm, tikim öyrədirəm və parçalardan necə istifadə etməyi öyrədirəm. Əslində bu sizdə çox yaxşı alınır. Yəni ki, hər adamın, bilirsiniz, məslək belədir də, bu peşədə də belədir, sənət seçimində də belədir. Çörək və çörəkçi. Bir kəs bir işi çox yaxşı bacara bilər. Məsələn, mənim işim ifaçılıqdır, tutaq ki, və yaxud da ki, dərzidir, xanım və s. və ilaxır. Amma onu öyrədə bilmək qabiliyyəti, onu tədris edə bilməsi, yəni o hər adama verilmir. Yəni ki, bir də görsən adam o işi özü gözəl bacarır, amma öyrədə bilmir. Var da belə hallar, yox? Elə adam da var ki, özü bacara bilmir, amma bunu bilir. Bu işi Amma hər bilir. hansı Özü bir yəni xanımın təqdimatı yaxşı deyil, amma başqalarına yaxşı öyrədir. Amma xanımın hər hansı bir, məsələn, xanımın həvəsi varsa, mən tökdüyüm o göy də qapacaq. Əgər onun marağı yoxdursa, mən nə qədər desəm də onu qavramayacaq. Quyuya su dökməklə Ona görə həvəsi olan anında götürür. Fikrimi, gördüyüm işi anında götürür. Razıyam. Gülər xanım, niyə qoşulmuşsunuz söhbətimizə? Gözləyirsiniz sizi. İşgənin bir. Nəsə bugün... Aha. Mövzumuz işgüzar xanımlardır, maşallah. Bir-birindən gözəl, belə həm qaməti gözəl, belə elə bir ki, modelsiz də. Gözüm dəyməsin. Sən də maşallah, 4 uşaq anası olaraq çox gözəlsən, formadasan. Çox sağ olun, çox yaxşı gördük, təbrik edirəm. Gözəl nümunədir, Enar. Mən sənə bir söz deyim, yəni həm uşaqla, həm ailə ilə, həm işlə, yəni mənə elə gəlir ki, sən çox gözəl nümunəsən. Eyni sözü səni təkrar eləyək, göz dəyməsin. Şükür. Yəni mən fizik olaraq özünü saxlamağından da danışım, yəni o da çox yaxşı. Çox vaxt qızlarımız qorxurlar ki, az sonra görəsən necə görsənəcəm, necə olacam, amma deməli yaxşı görsənmək olar. Hətta əla. Əslində bu verilişimizin məqsədi hal-hazırda bax indiki verilişdən söhbət gedir. İşgüzar xanımlarsınız, hamınız ailəlisiniz və həm evdə, həm işdə özünüzü təsdiq etmişsiniz, sözünüzü də çox uğurla demişsiniz hər zaman. Hal-hazırda da deməkdəsiniz. Elə bir ki, mən də sizin bir tayınız. Siz məncə həyat yoldaşları da qadınlara dəstək olmalıdır. Bəli, əlbəttə. İndi danışacaq bu haqda. O haqda da danışacaq və hal-hazırda yəni buradan ona görə Rövşənə də salamlarımızı göndəririk. Sizin yoldaşlarınıza da hər kəsə buradan atəşli salamlarımızı göndəririk və ekran qarşısında bizi izləyən xanımlarımıza da demək istəyirik ki, baxın, görün, necə həm işdə gücdə, həm də evdə nə cür xanım olmaq olar. İnanıram ki, sizin də aranızda var belələri. Maşallah, ot parçasıdır, ot parçası. Və Gülər xanım, sizdən danışmaq istəyirəm. Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisalarından birisiniz. Əməkdar artistsiniz. Ay maşallah. Və bildiyim qədərilə hələ dərs də deyirsiniz. Harada dərs deyirsiniz? Heydər Əliyev adına müasir təhsil kompleksində artıq 16 ildir ki, ritorika müəllimi kimi gedirəm. Eyni zamanda rejissorluq da eləyirəm. Ay maşallah. Uşaqları çox sevirəm. Elə olur ki, uşaqlarımın içindən də bəzi şeylər özüm də öyrənirəm, mən də öyrədirəm. İstedadlı uşaqlarım çoxdur. Yəni hər məktəbdə ümumiyyətlə Azərbaycan xalqı çox istedadlı xalqdır. Və mənim də məktəbimdə çox sevinirəm ki, istedadlı uşaqlar var. Maşallah, maşallah. Maraqlıdır işlər. Bildiyim qədərilə də evdə də bütün işlərinizi özünüz görürsünüz. Çox vasfası adamsınız. Titiz, belə təmizkar, heç kəsdən razı qalmırsınız. Bütün işlərinizi özünüz görürsünüz. Yəni əl-əxsus xörəyinizi özünüz pişirirsiniz. Bəli, əlbəttə ki, hər bir qadın öz evinin də xanımı olmalıdır. Necə işdə irəlidə getmək istəyir, evində də o irəliliyi həmişə gözləməlidir. Hər şeyi əlbəttə ki, özüm eləyirəm, işdən ya axşamlar işdən sonra, ya işdən qabaq çalışıram. Mənim üçün vaxt məhdudiyyəti yoxdur. Yəni ki, ay yatım, ay belə, o problem deyil məndə. İstədiyim vaxt, istədiyim anı, belə desək, mən həmişə deyirəm ki, mən özümü o çərçivəyə hazırlaya bilirəm. O çətinliyə, o işin gedişatına, əgər bir ay müddətində mən biləndə ki, işi rejimim çox çətin olacaq, özümü ona elə hazırlayıram ki, heç bir problem olmur. 2-də dur, 3-də dur, 5-də dur, yəni o mənim üçün problem deyil. Proqramlaşdırırsınız. Bəli, bəli, özümüz onu bacarırıq. Əslində bizim hamımızın hal-hazır ki, həyat tərzimizə çevrilib artıq. Bizim işimiz, bizim iş görməyimiz bizim həyat tərzimizə çevrilib. Hal-hazırda da mən o işlərdən birini görürəm. İstəyirəm verişimizin baş sponsorunu AEK şirkətini sizə təqdim edim.
Verilişimizin baş sponsoru AIK şirkətidir. AIK şirkəti artıq 20 ildən çoxdur ki, Alman texnologiyalı məhsulları ilə xidmətinizdədir. Şirkət soyuducuların, buzxanaların, dondurucuların, mətbəx avadanlıqlarının, ofis mebellərinin istənilən ölçüdə sifarişini də qəbul edir. Ünvan və telefonu isə aşağıdakı kimidir. Hal-hazırda studiyamızda gördüyünüz bu gözəl mebellər Kristal Mebel salonundandır. Ölkəmizdə ən ekskluziv mebellərin tək ünvanı Kristal Mebel dünyasıdır. Özünün bol çeşidli mebelləri ilə hər zaman diqqət mərkəzində olan Kristal Mebel dünyasında zövqünüzə uyğun hər cür mebel tapa bilərsiniz. Burada olan avantgard, modern, klassik, bir sözlə bütün növ mebellər sizin evinizin bəzəyi ola bilər. Hər kəsin xəyallarında yaşadığı və rahatlıq tapa biləcəyi mebellərə sahib olmaq istəyirsinizsə, bu ünvana müraciət edin. Kübarlığın simvolu Kristal Mebel. Verilişimizin sponsoru Doktor Davud Klinikasıdır. Azərbaycanın ilk özəl klinikası Doktor Davud Tibb Mərkəzi universal imkanları və peşəkar mütəxəssisləri ilə xidmətinizdədir. Yalnız bizim klinikada mədə, 12 barmaq və yoğun bağırsağın qeyri-invaziv zonsuz müayinəsi, mədə xorasının və bağırsaq çatının yeni metodla, hətta çapıq izi qalmadan müalicəsi, uşaqlarda çəki azlığı, zəiflik, zehni və fiziki inkişafdan geri qalma bizim klinikada. Azərbaycanın ilk özəl klinikası Doktor Davud Tibb Mərkəzində. Deməli belə, hörmətli tamaşaçılarımız və əziz xanımlarımız, bu məlumata diqqətlə qulaq asın. Çünki artıq sentyabr ayının sonunu yaşayırıq. Bir də görəcəyik ki, artıq dekabr gəlib. Belə ki, Sülh Travel'da dekabr ayına endirimli İstanbul turları artıq satışda. 3 gecə 4 gün çox ucuz qiymətlərlə sizə təklif olunur. Hətta deyim, lap ucuz qiymətlərlə. Məndə olan məlumata görə 298 manatadır bu qiymət. Qiymətə oteldə yerləşmə, səhər yeməyi, sığorta da daxildir. Sülh Travel istirahətinizi bizə etibar edin. Reklamlar bitdi. Hal-hazırda təkrar studiyamızdayıq. Gözəl, bir-birindən gözəl qonaqlarımızla, işgüzar xanımlarımızla və istəyirəm ilk sualı elə hamınıza birdən verim. Bax, hər biriniz ayrı-ayrılıqda işgüzar xanımsınız. Günay, uzun illər aparıcı olmuşsan, hal-hazırda amma çox böyük şirkətlərdən birində PR menecer işləyirsən. Yəni, marketing işlərinə baxırsan. Və ailəlisən, 2 övladın var. 3. Ay, yatmışam mən. Başım özümkilərə qarşı. Bəni qınama. Yox, qınamıram. Vallahi heç kimi qınamıram mən indi. O qədər hamının həyatı şeydir ki. Maşallah, maşallah. Allah saxlasın. Allah bütün balaları qorusun. Allah hamısının bəxtini gözəl eləsin. Canları sağlam olsun. Baxaq, fəxr eləyək həmişə. Amin. İki bizimkilərdə olmaq şərti ilə. Günay, necə çatdırırsan? İnansız, yəni çox çətindir. Çatdırırsan, amma çalışıram. İndi dərs ili yeni başlayıb. Hələ ki tam yəni proqramımızı qurmamışıq. Hələ alışqanlıq yoxdur, yəni. Yox, nə mənada asudə vaxtlarında məsələn uşaqlar musiqiyə gedir, idmana gedir. Yəni bunların hələ dərs cədvəli ilə uyğunlaşdırılması. Sən inanırsan ki, mən neçə ildir elə sayaqlayıram, deyirəm ki, bu uşaqlar idmana getməlidirlər, bu uşaqlar hansısa dərnəyə getməlidirlər, bu uşaqlar musiqiyə gedir, amma mən çatdırmıram, kim aparsın gətirsin? Yəni ki, o problemlər var, indi onları da yəni həll edib biz yoluna qoymaq lazımdır. Çünki biz işləyiriksə, yəni bu uşaqlar da böyüyürlər, artıq vaxt da keçir, ona görə nə eləyiriksə eləməliyik. Əlbəttə, biz elə bir ki, nə eləyiriksə onların gələcəyi üçün eləyirik əslində. Yəni bunları da necəsə düzüb qoşub həll eləməliyik ki, uşaqlar da bu işlərdən qalmasınlar da, yəni idmanla məşğul olsunlar. Çünki sabah böyüyəcəklər, deyəcəklər mən heç nə eləməmişəm, mənim heç bir yetənəyim yoxdur. Bizim özümüz qədər uğurlu bir iş sahibi olsunlar, öz sözlərini demiş olsunlar və bu həyatda zamanın tələblərinə uyğun olsunlar. Yəni ki, indi görürsük ki, həm idman sahəsi inkişaf edir ölkəmizdə, bütün dünyada. Demək olar ki, inkişaf eləməyən sahə yoxdur. İncəsənət öz yerində. Yəni uşaqlarda bu aşkar eləmək üçün, bu istedadı görmək üçün və yaxud da ki, yönləndirmək üçün biz də bir valideyn olaraq bir şey eləməliyik. Həftə neçə gün işə gedirsən? Əslində işimiz 5 günlükdür, amma 6-cı günlərdə bizdə toplantılar olur, işlər olur. İnanıram ki, hətta bazar günlərdə işə çıxırsan. Yəni mən sənin tər-töründən onu görürəm onsuz da. Mən onu görürəm ki, sən bazar günü də işləyirsən. 24 saat bazar. Bəli, evdə də telefonda, yəni o... Evə də gəldin, telefonsuz. Hə, işimizdəki məsələn Facebook Günay xan falan şey nətər oldu, Günay xan Bəhmən şey nətər oldu. Bütün günü yəni sən əlaqədar olmalısan da. Yəni sən
Yəni bunlar, yəni bu direktorsan. işi görürsənsə, işdə gedib mən ağlamamalısan ki, ay mənim uşağım var, mən bunu çatdırmıram. Bu məsuliyyəti sən demirsən ki, mən eləyəcəmsə, yəni heç kimi narahat eləmək lazım deyil, pis vəziyyətdə qoymaq lazım deyil şirkəti də ki, hər dəfə gəlib yəni üz-üzdən utanır da, yəni hər dəfə gəlib icazə almaq, yəni belə şeylər qətiyyən sevmirəm. Heç vaxt da yəni belə olmamışam, televiziyada işlədiyim vaxtlarda da belə olmamışam. Heç vaxt heç kim hiss eləməyib ki, mənim uşağım var. Heç vaxt da heç kəsi narahat eləməz. Hə, yəni belə şey xoşlamıram mən. Aydın. Ay tez-tez icazə alım, tez-tez mən deyim ki, mənim o işim var, bu işim var. Deyirəm Yəni də, çalışıram ki, onu mən maşallah, məzuniyyət maşallah. vaxtlarıma salıram, öz şəxsi işlərimi. Bəli, Yəni elə məzuniyyətimi götürürəm, halal məzuniyyətimi. O 2-3 gündə nə bacarıramsa eləyirəm, bacarmıramsa artıq o qalır. Yəni çalışıram işdən sonra nəsə bir yəni yolda gələndə selektora qoyuram, telefonla danışıram, səs yüksəldim. Yəni hamımız bax o gündə, mən də maşın idarə elə telefonla danışmaq olmaz. Təbii ki, ya maşını saxlayırsan, vaxtın gedir, danışırsan telefonla, ya da selektorla danışırsan, səs yüksəldici ilə eyni vəziyyətdəyik hamımız. Şəlalə xanım, 2 övlad anasısınız və uğurlu bir iş xanımısınız. Və sözünüzü kifayət qədər gözəl demiş və uğurla demiş, şərəflə demiş modelyerlərimizdənsiniz. Çox sağ olun. Yəni sizi digər telekanallardan da izləyirik, sizi artıq bir neçə ildir ki, tanıyırıq, dəfələrlə mənə paltar tikmişsiniz. Öyle çıxması ki, mən burada tərəfkeşlik edirəm, amma əstəğfurullah, Şəlalə xanım, maşallah, maşallah. Şəlalə xanımın sorağını çox eşitmişim. Çox, bəli, yəni ki, əvvəlcə sorağı gəlir, sonra özü gəlir. Əvvəlcə adım gəlir, sonra özüm gəlir. Mən bunu elə-belə demirəm. Yəni, kifayət qədər hamımızın gözəl tanıdığımız, yaxşı tanıdığımız, sevdiyimiz, sevilib seçilən, hal-hazırda özü üzərində işləyən modelyer dizaynerlərimiz var. Bu dəqiqə hamısının adını sadalaya bilərəm. Günay Quliyeva. Məsələn, biri Gülnarə Xəlilova, Gülnarə xanım, Leyla Əhmədova, Fəxriyə Xələfova, kifayət qədər. Yəni, bu siyahını çox uzatmaq olar. Şəlalə xanım özü və modelyer dizayner nədir? Modelyer dizayner iş qoymalıdır ortalığa. Yəni, bu xanımlar hər birisi öz kolleksiyaları ilə. Fotosesiyalarını eləməlidir, işlərini ortalığa çıxarmalıdır ki, bu bir, belə deyim ki, modelyerin bir möhrüdür. Bir möhrü olmalıdır ki, imzası olmalıdır ki, məhz o işinlə tanınsın ki, bax, bu filan kəs modelyerin bu işi var. İlk növbədə onu deyərdim ki, gərək modelyer öz sənətini sevsin. Əgər sevirsə, o önə gedəcək. İrəli gedəcək. Hər işdə belədir. Hər işdə belədir. Əlbəttə ki, gördüyün işi sevəsən. Əlbəttə ki, əgər işini sevirsənsə, inanın ki, mən özümü dərk eləyəndən və özümü qanandan mən bu sənətin... Mən hətta deyərdim, siz nəyə ki, siz özünüzü fəda eləmişsiniz bu işin yolunda. İnansız ki, baxın, mən heç özümə bazar günü götürmürəm. Hətta saat götürmürəm. Çünki səhər açılandan ta hətta saat 11-12 kimi işləyirəm. Mənə deyirlər ki, mən tanıyanları ki, sən axırda bu işin uğrunda canımı verəcəksən. Neyim özümdən asılı deyil. Çünki sənətimi dəlicəsinə sevirəm. Vurğunusuz öz sənətinizi. Vurğunuyam. Mən deyirəm ki, bəzən deyirlər ki, hara gitsin əlində qayçı, metrə, şəkil. Deyirəm, neyim özümdən asılı deyil. Hətta maşında gedə-gedə də sumkamda baxın, dəftərim olmalıdır, ruşqam olmalıdır. Ölçülər götürürsünüz. Yəni çəkirəm, nəysə çəkirəm, o çəkdiyimi eskizlər çəkirəm, o eskizləri yaratmalıyam. Yəni beynimdə hətta ancaq odur. Kimsə yanımda söhbət eləyərkən, məsələn, siz iş gedir yəni. Mən öz aləmimdəyəm. Hansısa söhbət qutarandan sonra deyirəm, nə oldu? Nədən danışırdınız? Mən həmişə məni görənlərdir ki, yox, sən öz aləmindəsən. Sən bizə qulaq asmırsan. Gerçəkdən mən öz aləmimdəyəm. Çünki ətrafımda nə baş verir çox vaxt bilmirəm. Yəni kiminsə əgər simasına baxsam da belə öz aləmimdəyəm ki, nə isə çəkirəm və onu artıq öz aləminizdə bəziyirsiniz, geyindirirsiniz. Belə deyim ki, mən sənətimin xəstəsiyəm. Ay, nə gözəl. Şəlalə xanım, çox sevirəm siz belə danışanda. Belə səmimi deyirsiniz, belə içdən. Mən öz sənətimin xəstəsiyəm. Və yeri gəlmişkən, siz modelyersiniz, sizin ayrılmaz hissəniz dərzilərdir, bilirsiniz. Siz eskizi çəkirsiniz. Nara xanım, sizə bir balaca bir hadisəni danışmaq. Yəqin ki, deməli, heç vaxt o hadisə yadımdan çıxmır. Mən körpə olanda məni bağçaya qoyurdular. Atam həmişə məni əlimdən tutub bağçaya aparanda ağlayırdım. Deyirdim, gedirəm bir şərtlə. Məni yatızdırmasınlar və məni
proqulkayı çıxartmasınlar. Gəzinti. Gəzintiyə çıxartmasınlar. Atam da gəlib deyir ki, bax bu qızı dəyməyin. Onu qoyun bir küncdə. Mənim də bir çantam vardı. Çantamın içində kuklalar, parça, qayçı, sap, bir dəftərim vardı, karandaşlarım cürbəcür. Otururdum bir küncdə, başlayırdım. Çizirdiniz orada. Çəkirdim, biçirdim, tikirdim. Hətta tezdən duran uşaq sizcə Bağça necə uşağı olar? kəsib, biçib tikirdiniz. Bəli, bəli. İnansız ki, elə müəllimlərim var, buradan onları öpürəm. Çünki o müəllimlərim, sağ olanlarım, Allah canlarını sağ eləsin. Rəhmətə gedənləri də Allah dünyasına versin. Mənə bir müəllimim vardı, həmişə deyirdi ki, bu qızın gələcəyi var, dəyməyin ona. Şanlıbat müəllim, bir gözəl müəllimdir ki, əllərindən öpürəm. Bir küncdə otururdum, tikirdim, hətta yadıma gəlir ki, özümə stolda belə yatırdım. Birdən ayılırdım ki, yox, mənə baxırlar, qoy tikim. Yəni, o qədər həvəsli idim ki, günü bu gündə, məsələn, deyirəm, yox, mən yəni ölənə qədər bu sənətin vurğunuyam. Əgər vurğunuyamsa, yəqin ki, getməliyəm Elə qabağa. bilirəm ki, bu elə bir istedaddır ki, bu Allah tərəfindən verilir, bu fitri istedaddır. Bu, mən də bu hər deyərdim ki, adamda bu fitri istedaddır. Çünki mən körpəliyimdə oxumamışdım. Özüm çəkirdim, tez-tez sərgilərə çıxırdım. O zaman, yəni, orta məktəb uşağıydım. Orta məktəbdə tez-tez sərgilər çəkirdim, çıxardırdım ortaya təkcə çəkimlərlə yox. Çox şeylərdən, toxumaqlarla, biçməklə. Maşallah, əlinizdən də gəlir. Sonra dekorativ şeylərdən çox gözəl dekorativ güllər düzəldirdim. Taxta üzərində yandırmalar eləyirdim. Belə deyim ki, tez-tez rayon üzrə sərgilərə gedirdim. Birincilik qazanırdım. Ondan o qədər zövq alırdım ki. İndi də hal-hazırda da öz sözünüzü deyirsiniz, uğurlu bir iş xanımısınız. İnanırsınız ki, zaman mənim üçün o qədər dəyərli idi ki, mənim bir saatım belə hədər gedəndə yanırdım ki, o saatım mənim niyə hədər gedirdi. Orta məktəbdə oxuyanda müəllimlərin danışığına o qədər diqqətdən qulaq asırdım ki, gələndə müəllim dərsi danışdıranda müəllimin danışdıqlarını özünə qaytarırdım ki, evdə dərs oxumağa zamanım, yəni... O evdə də tikir, o vaxtda evdə də tikir. Bəli. Mənim birinci müştərim 4-cü sinifdə olub. Ay maşallah. O zaman partiklar işləyirdim. Düzdür, mamam yəqin ki görür. Mamam mənə həmişə əl maşını vermir. Deyir, xarablayacaqsan. Mən də dedim, əl tikişi ilə elə gözəl maşın tikişi salırdım ki, amma heç kəs bilmirdi ki, bunu əl tikişi ilə salmışam, yoxsa maşınla. Mən də uşaqlığımda yadıma gəlir. Hə, Günay xanım, o vaxtı indi də əslində var. Biraz bilirsiniz, o vaxtı çox texnologiyadır dərsin adı. O vaxt bizdə əmək təlimi idi. Mənim də yadımdadır müəllimlərim. Bizə tikiş dərsi keçirdilər xüsusi olaraq. Yəqin ki, sizdə də olubdu o. Bizdə də olub. Sevirdiniz tikməyi? Yox, mən həvəskar deyiləm. Mən 2 il dərzilik kursuna getmişəm. 2 il dərzilik kursuna Mən getmişəm. evdən xəbərsiz, məndə də var idi o şeylər. Kuklalarıma paltarlar tikirdim, bütün günü qayçı, parça, harada dərzi var idi bizim qohumlarda. Onlardan gedirdim, o qırıq-qırıq qalan parçalar yoxdur. Onları götürdüm. İnanırsınız ki, o qədər anamın plastinaları kəsmişəm ki. Xarab eləmişsiniz. Plastinanı ipdən qaralayırdım. Anam plastinanı yuyubsadı qaralayırdım. O plastinanı kəsməliyəm. Necə də olsa kəsməliyəm. Yalandan plastinanın qırağını deşirdim. Dedim, amma cırılıb bu. Niyə saxlayırsan? Amma özüm cırırdım. Əlimdən alırdım ki, onu kəsim, doğrayım. Nəsə bir şey Gülər xanım, bax siz qastrol səfərlərində olursunuz. Bir də görsən, çox vacib bir çəkilişdə olursunuz. Elə bir yerdə olursunuz ki, yanınızda nə bilim, nə qayçı, nə iynə sap, bir də görsən heç nə olmur, modelyer də olmur məsələn ki, gəlsin, düzəltsin. Bir də görsən bir çepə oldu, nəsə qopdu, nəsə düşdü. Əlinizdən gəlir ümumiyyətlə, özünüzü. Azdan çoxdan bacarım. Xanım dediyi kimi, İnşallah xanım dediyi kimi, biz də uşaqlıqdan həmişə gəlinciklərimizə paltarlar tikərdik. Bayaq xanım da bizə göstərdi, elə qoyardıq. Kloş yupqa götkirdik. Başını kəsirdik, qırağını tikirdik, olurdu. Yupqa gəlinciyimizə geyindirərdik. Biri kəsmə, əmək dərslərində biz də öyrənərdik. Mənim də uşaqlıqda marağım olub, ancaq o dərəcədə yox. Toxumalara daha çox marağım olub. Şərf toxumuşam özümə, jiletkalar, Ay maşallah, maşallah. Mən üstə paltarlarımı özüm tikib geyinirdim. Mən elə-belə çağırmamışam sizi bugün. Mən bilirəm ki... Hərdən mən deyəndə mənə gülürdülər. Deyirdim, mən toxumanı eləyəndə elə bilirdim, əsəblərim sakitləşir. Elədir də, elədir ki, var. Çox qəribə bir şeydir. Sonra dedilər, gözə ziyandır, yavaş-yavaş biraz uzaq. Elə milçə ilə toxumalar eləyirdik. Bizdə o vaxt məktəb formalarında varatniklər var idi. Mən öz varatniklərimi özün toxuyurdum. Onlarını özüm toxuyurdum. İnanırsınız ki, bir gözəl bir şeyi xatırlatmaq istəyirəm. Elnarı xanım, ayaqda alqışlayıram sizi. İnstitut oxuyanda həmişə toxuyurdum, partanın altında toxuyurdum. Müəlliməm bir günü qayıtdı ki, Şəlali, əlləri yuxarı qoy.
Mən səhərlim işləyirdi altda. Çünki üzüdən müəllimə baxırdım, amma altdan toxuyurdum. Allah Allah, Heç də mənim əllərimi müəllimə istəyirdi ki, üstə qoysun ki, Şəlalənin əlləri altda işləyir. Çünki həmişə işləyirdim ki, zamanımın boşa getməyini istəmirdim ki, neysə o zamandan yararlanım, istifadə edeyim. Günü bugün də bir saatımın belə boş keçməsini yəni istəmirəm. Sizin sözün qüvvəti, Esmira xanım burada bayaqdan ölçüləri də götürüb. Ölçdü, biçdi. İndi görürəm ki, hal-hazırda kəsirsiniz. İkinci kəsdim. İkinci paltar. Biri qutardı. Birini qutarmısınız? Çox maraqlıdır. Hətta yarım saat ərzində dikildi paltar. Əziz tamaşaçılar, paltarımızın biri hazırdır. Heyf ki, mənim vaxtım yoxdur hal-hazırda onu sizə göstərəm. Amma mən sizə söz verirəm. Bu verişin sonunda siz o paltarları görəcəksiniz. Amma hal-hazırda reklamlar olmalıdır efirimizdə. Reklamları izləyək. Reklamlardan öncə sponsor təqdimatlarımız olacaq. Onları dinləyək, sonra təkrar studiyamızdayıq. Reklamlar. Verilişimizin baş sponsoru AIK şirkətidir. AIK şirkəti artıq 20 ildən çoxdur ki, Alman texnologiyalı məhsulları ilə xidmətinizdədir. Şirkət soyuducuların, buzxanaların, dondurucuların, mətbəx avadanlıqlarının, ofis mebellərinin istənilən ölçüdə sifarişini də qəbul edir. Ünvan və telefonu isə aşağıdakı kimidir. Hal-hazırda studiyamızda gördüyünüz bu gözəl mebellər Kristal Mebel salonundandır. Ölkəmizdə ən ekskluziv mebellərin tək ünvanı Kristal Mebel dünyasıdır. Özünün bol çeşidli mebelləri ilə hər zaman diqqət mərkəzində olan Kristal Mebel dünyasında zövqünüzə uyğun hər cür mebel tapa bilərsiniz. Burada olan avantgard, modern, klassik, bir sözlə bütün növ mebellər sizin evinizin bəzəyi ola bilər. Hər kəsin xəyallarında yaşadığı və rahatlıq tapa biləcəyi mebellərə sahib olmaq istəyirsinizsə, bu ünvana müraciət edin. Kübarlığın simvolu Kristal Mebel. Verilişimizin sponsoru Dr. Davud Klinikasıdır. Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzi universal imkanları və peşəkar mütəxəssisləri ilə xidmətinizdədir. Yalnız bizim klinikada mədə, 12 barmaq və yoğun bağırsağın qeyri-invaziv zonsuz müayinəsi, mədə xorasının və bağırsaq çatının yeni metodla, hətta çapıq izi qalmadan müalicəsi, uşaqlarda çəki azlığı, zəiflik, zehni və fiziki inkişafdan geri qalma bizim klinikada. Azərbaycanın ilk özəl klinikası Dr. Davud Tibb Mərkəzində. Reklamlar bitdi. Təkrar studiyamızdayıq. Maraqlı mövzumuz var. İşgüzar xanımları müzakirə edirik bugün. Onların iş həyatını, ev həyatını, sizli, bizli. İnanıram ki, hal-hazırda oturmusunuz ekran qarşısında və izləyirsiniz bizi çox maraqla. Özünüzlə müqayisə edirsiniz ki, siz necə evdar xanımsınız, biz necə evdar xanımıq, siz necə işgüzar xanımsınız, biz necə işgüzar. İşgüzar xanımın indi televiziyanın qarşısında nə işi var, hə? Günay. Yox, bəzən amma olur ki, məsələn, evdə xanımlar da, evdəki xanımlar da işgüzardılar da, məsələn, ev işləri var. Ev işlərinə görə televizor açırlar. İşi görə televizora paltar baxmaq. tülüyürlər, paltar tüləmək. Mən açıq deyirəm, mənim vaxtım yoxdur televizora baxmağa, açıq deyirəm. Yəni, vaxtım qalmır. Mənim televizorum, mənim telefonumda, bütün gün əlimdə, orada bütün dünya haqqında, yəni məlumatlarımı toplayıram. Günay, uzun illər tele efirdə aparıcı olmuşsan. Elə ilk addımlarını Space TV-də atmışsan. Amma hal-hazırda, yəni özün də qeyd etdiyin kimi, 5 ildə artıq televiziyada uzaqsan, amma hal-hazırda çox uğurlu, işgüzar xanımsan. Çox sağ ol, təşəkkür ederim. Çox məşhur bir ticarət mərkəzlərinin birində PR menecer kimi, eynən iki günaylar, iki bacılar yan-yana. Uğurlu bir işgüzar xanımsan. Çox sağ ol. Sən də bazar günləri işləyirsən. Mən də bazar günləri işləyirsən deyəndə ki, olur, Mən də bazar günləri işləyirsən deyən. Olur. Çünki bizim işimiz elədir ki, mən həmişə onu deyirəm, mən alış-veriş mərkəzində çalışıram. İnsanların istirahəti başlayanda mənim işim başlayır və onlar əsasən 6-cı bazar günləri istirahət edirlər, həftə iş vaxtı bitəndən sonra istirahət edirlər və mənim işim mən sonunda başlayır. Ona görə də bəli, mən də 6 bazar mütləq işə gedib, yəni bütün gün orada qalmıramsa, amma əgər bir tədbirimiz varsa, həmin tədbir boyunca işdə olmalıyam. Tədbirdən öncə hələ nə hazırlıqlar olur? Tədbirdən öncə bəli, çox yaxşı kollektivimiz var. Bəli, kollektivimiz var. Onlar çalışırlar ki, mənə bir dəstək olurlar. Amma ki, yenə də o prosesin özündə iştirak eləməliyəm. Və bəli, işləyirəm. 6 bazarda işə gedirəm. Tədbirlərimiz olanda, yəni bu qaçılmazdır. Və həmçinin ailəli xanımsan, bir qızım var. Bəli, bir qızım var. Deyirəm ki, qorxa-qorxa. Dedim, o da 3 deyir ki, görəsən. Yox, məndə bir qızım var. Bəli, uşaqla təbii ki, düşünürəm ki, bütün xanımlara çətin deyə bilərik ki, bütün xanımlar, hətta yəni müəllim, dərzi,
Çox gözəl bizim şirniyyat ustalarımız var. Nə bilim, yəni hər bir şey, mağazada satıcı xanımlarımız. Yəni əgər bir xanım evdən çölə çıxırsa, işə gedirsə, onun artıq öz ailəsi qarşısındakı məsuliyyətini də düşünür, məcburdur buna və təbii ki, o da çətinliklər çəkir, hamımızda olduğu kimi. Amma mən deyirəm, mən düşünürəm ki, qızlar hamısı mənlə razılaşar. Bəlkə də bu bizə hardasa zövq verir. Yəni günün sonunda biz hər şeyi çatdırdığımızı görəndə özümüzlə fəxr edirik və o özümüzdə razılıq hissimiz biraz da artır ki, mən işləyib bacardım. Yenə də mən. Bir dənə şey görmüşəm bu yaxınlarda Facebookda o şeydə səhifədə gördüm, yazmışdı ki, işləyən qadının özünə bir arvad lazımdır. Yaxşı ki. Rus dilində idi, indi rus dilində daha belə yaxşı Yəni hər hansı bir ev işlərini görmək üçün falan. Günay, sən ev işlərini özün görmürsən ki? Mən yox, özüm görürəm, amma yəni yardım alıram. Çünki bu düşünürəm ki, bu mümkünsüz olar və dəstəyim var. Evdə olmadığın sürəcə bu yardım olmalıdır da. Bəli, dəstək alıram, amma ki yox, yəni əsas işlərimi özüm görürəm. Yəni bugün bura gələnə qədər o qədər iş görmüşəm ki, onu dalbadan saysam. Məsələn, hansı işləri görmüsən? Say, mənə çox maraqlıdır. İnanıram ki, tamaşaçılarımız da maraqlıdır. Məsələn, bugün yemək hazırladım. Nə hazırladın? Yemək hazırladım. Desəm, indi o anam dəhşətə gələcək. Deməli, bozbaş elədim, bir də salat. Niyə? Niyə dəhşətə gəlir ki? Çünki anam deyir ki, ancaq internet qadınları məni nəzərdə tutur. 15 dəqiqə bozbaş eləyə bilər. O həmişə o şeydir ki, sizə nə var, siz 15 dəqiqə bozbaş hazırlayırsınız. Doğrudan 15 dəqiqə hazırlayırsan. Ya 15 dəqiqə deyil də, amma yəni bir dəfə mən ona demişdim ki, əşi nədir? Bozbaş da 15 dəqiqədə belə bir şey aramızda söhbət olmuşdu. Baxın, xanımlar, bax hal-hazırda bizi izləyən evdar xanımlar. Əgər siz elə bilirsinizsə, biz işgüzar xanımlar ancaq işə gedib gələ bilirik, ancaq maşın sürə bilirik, ancaq telefonlara cavab veririk və biz ancaq internet qadınlarıq. Yox, heç də yox. Bax, görürsünüz, Günay xanım bozbaş pişirib, salat hazırlayıb. Düşbərə pikə bilirsən? Düşbərə çox çətinliklə amma eləyirəm. Dünən düşbərə eləyirdim Günayla danışa-danışa. Gözündən vurdum. Bax, düşbərə də bikə bilir. Yuxa aça bilirsən? Çətindir mənə. Onlar çətindir, eləyirəm, amma Günay daha yaxşı. Yox, mən eləyirəm, amma çalışıram sulu yemək. Yorğan sıraya bilirsən? Şey sala bilirsən? Allah bacımın ceyizlərini özüm eləmişdim. Mən bilirəm də. Mən bilirəm ki, sizin əlinizdən hər iş gəlir də. Zarafat deyil. Mən deyə bilərəm ki, mənim əlimdən hər iş gəlir. Zarafat deyil. Oradan bacarırıq. Yəni ki, artıq 2002-ci Mənim yadıma gəlir, Qurla təzə 14 ildə ailəliyim. 14 ildə ailəlisiz. Aha. Amma ondan qabaq da yəni marağım var idi bu ev işlərinə. Var idi, canında adamın gərək olsun. İşlərə maraq, yəni indi də əlimdən hər iş gəlir. Amma Günay da Günay çox təmizkardır. Mən bilirəm, o təvazökardır, o demir sadəcə. Mən onu demək istəyirəm qızlar, belə bir şey var da, yəni xanımlar heç vaxt bununla, məsələn, necə deyim, özlərini çox yaxşı hiss eləməsə ki, mən çöldə işlərin hər bir şey bacarım. Mənim fikrimcə, məsələn, çayı dəmləyə bilməmək, lazım gəldi yaxşı ütü salmamaq, o artıq elə bir ki, mən demirəm ki, siz həyatınızı buna həsr eləməlisiniz. Yox, amma bunu bacarmaq lazımdır. Yəni bacarmamaq eyibdir. Bəli, bacarmamaq düz deyil. Yəni ən azından düz deyil. Biz kimisə də xətrinə dəyməyik, amma düz deyil. Bəli, əgər imkanın varsa ki, bunu eləyə bilmirsən, bu əladır. Yəni bunu kimsə sənin üçün eləyirsə, çox gözəl bir şeydir. Əladır. Əladır. Amma yox, özün də lazım gələndə bunu eləməlisən. Çünki həyat doğrudan da elə bir anlar olur ki, sənin çıxış yolun olur və o atacağın addım da sənə kömək eləyər. Məsələn, mənim anam evdar qadındır. Anam bizə 4 uşaq olmuşuq, bizə baxın. Mən həmişə işgüzar qadınlardan danışanda, hansısa bir xanımı nümunə kimi göstərəndə, mən həmişə demişəm ki, mənim üçün ən böyük nümunə anamdır. Ola bilər ki, o çölə çıxmayıb, məsələn, o işləməyib, amma o analıq ki var, onu axıracan haqqını verib də. Yəni, o da bir işdir. Hətta bəzi inkişaf eləmiş ölkələrdə uşağa baxmağa görə staj yazılır. Bəli, staj yazılır. Ananız sizə bunları öyrədə bilibsə, deməli o evdə müəllim kimi işləyir. Sizin müəlliminiz olub. Bəzən görmək, götürməklə də çox şey asılıdır. Amma heç vaxt anamıza çatmarıq da. Yox, çatmarıq. Məsələn, mən çatmaram heç vaxt anama və mən fikirləşirəm ki, onun üçün Mən də gözüm açandan, yəni mən demək olar ki, bütün bacardığım işləri elə belə saymadım mən bayaq onları. O yuxa yaymaqdır, yorğan sırmaqdır. Bunların hamısını nənəm mənə öyrədib. Allah ölənlərimizə rəhmət eləsin. Qalanlara da can sağlığı versin. Nənəm mənə öyrədib. Mənim anam işgüzar xanım olub. Yəni mənim anam evdar xanım olub. Həmişə işdə gücdə olub. Ali savadlı, yəni mühasib olub və uzun müddət böyük şirkətlərdə çalışıb o da. Amma evdə 3 uşaq olmuşuq biz, böyüyü də mən. O bir 2 nəfər də mənim üstümdədirmi? Məktəb, musiqi məktəbi, evin işi, gücü, biş, düş, bunların hamısı həmişə mənim üstümdə olub və
Hardasa mən də belə deyək də anama təşəkkür edirəm ona görə ki, anam İndi ona görə çox uşaqlarla mən məcbur olub həyatım bax bu təcrübələri özüm bir qazanmışam. Yəni ki, məndə də belə olub. Yox, qızlarımız öyrənməlidir. Müasir qızlar daha yaxşıdırlar. Əlbəttə ki, onlar bizdən daha yaxşıdırlar. Bizim də evimizdə qızlar böyüyür. Qızım var, qızım böyüyür. Öyrədirsən ona? Mən ona göstərirəm, amma istəmirəm eləsin. Çünki deyirəm ki, vaxtı gələcək. Məsələn, Mənim özü həvəs Mənim qızım göstərir. amma keks pişirir artıq. Mən həvəs qoymuram. Göstərirəm, amma icazə vermirəm eləsin. Çünki deyirəm ki, onsuz da eləyəcəksən. Amma bax, gör, bil ki, bunlar var. Özü həvəs göstərir. Amma onu eləyim, bunu eləyim. Deyirəm, yox, bax, qıraqdan hələ bax, hələ müşahidə elə. Valla eyni mən də eyni şey eləyirəm. Mən də 8-ci sinifdə oxuyuram, amma mən artıq icazə verəm bəzi şeyləri elə. Yekə qızdır yəni artıq. Yəni gəlirəm evdə görürəm ki, stolda masanın üstündə keks var. Ay maşallah, Bir şey çay maşallah. içirsən. Mənim qızım da yemək pişirməyi sevir. Aşırı dərəcədə sevir. Mənim qaynanam çox dadlı yemək pişirir. Baldızım çox dadlı yemək pişirir. Yəni yoldaşım özü də, Rövşən özü də çox dadlı yemək bişirir. Deyəsən çəkib onlara. Onlara çəkib, yəni yemək bişirməyi sevir. Biri var ki, dadlı bişirir, bir də var sevir. Məsələn, yemək bişəndə, dolma püküləndə. Əslində mən o qədər də sevmirəm. Yəni açığı da. Mən Bikməkdən ötürü mən. Doğrudan sevirsiniz dolma bikməyi. Çox balı Xırda. bəli, belə sevirəm. Yarpaq əl ovucu boyda olsun. O ləzzət eləyirəm mən. Yəni ki, Esmira xanıma baxın, maşallah. Necə sakit-sakit. Esmira Paltarları tikir. Esmira xanım şoka salıb burada hamını. İkinci paltarı artıq bitirmək üzrədir. Və məsələn bayramlarda şəkərburalar bəzənilir, qoğallar pişirilir. Şəkərburadan danışım sizə. Mən Bacarırsınız, əlinizdən gəlir. Belə də kirada olanda ev sahibi dedi ki, qızım, gəl bizə kömək elə. Mən də baxırdım həmişə, ay Allah, bu nədir? Həmişə eyni rüsum şəkillər də üstündə. Götürdüm dedim, başladım ağac şəkli çəkməyə, ona qol qanad verməyə, yarpaq çəkməyə, güllər əkməyə üstündə. Bax dedi, daha qız sən nə edirsən? Əsər yaratmırsan, burada onun öz forması var. Niyə ki? O da bir yaradıcılığın bir Nə növüdür bilim, də. bilmədim. Onlar sevmədi. Amma indiki zamanda görürsünüz, çox eləyirlər, improvizələr adı eləyirlər. yazılır, qızın adı yazılır, əgər xonça gedəcəksə. Mən deməli uzaq görən olmuşam. Mümkünmüş o Düz eləmişsiniz. Esmira xanım, mane oluruq sizə. Yox, yox. Belə yaman başınız qarışıb işə, Yox, siz danışırsınız, mənim də yadıma düşür ki, Part tikirsiniz dərziliyi maşınlarla. anamdan öyrənmişəm. Mən də dərziliyi anamdan öyrənmişəm. Görürsünüz, Esmira xanımdan asılı. Mən də dərziliyi anamdan öyrənmişəm. Məndə 4 qızım var, 3-ü tikməyə bacarır. Ay maşallah. İkisi professional tikir, biri hazırda mənlə işləyir, Lalə 3-cü qızım. Qızım da Rusiyada yaşayır, o da dərzili eləyir orada. Bildiyim qədərilə siz də sübh səhər tezdən çıxırsınız, gecə saat 2-də ateliyyəni bağlayırsınız. Mən 8-in yarısı durum, həmişə 6-7-də dururam yerimdə. Və bütün günü demək olar ki, bu Bütün işlə gün işləyirəm, amma məşğulsunuz. dayansam özümü narahat hiss edirəm. Ay O maşallah, mən verilişə gələndə elə bildim oturmaq üçün gələcəm, istəmirdim. Artıq Biləndə tikməyə darıxırdınız gəldən ki, gəldim. mən hava işləyəcəm, mən hava işləyəcəm, hə? Esmira xanım, sizin atelyeniz harda yerləşir? 6-cı mikrorayonda. Lap yaxşı. Yəni xanımlar sizi hal-hazırda bizi izləyən tamaşaçılarımız sizi orada rahat tapa bilərlər. Hə, Yəni tanıyırlar məni. sizi tanıyır. Ay, Esmira xanım ulduzdur. Tanıyırlar onu tanıyırlar. 6-cı mikrorayonda dedi, hə? Nə, harda yerləşir? Nəyin yanındadır orada? Axşamdan bilirdilər mən verilişə gələcəm. Bütün müştərilərim zəng eləyir. Gördün O qədər ki- çəkirsən, get dincəl. Deyirəm dincəlməkdir orada gəzəm. O düşmə mənə dincəlmək. Amma dincəlmək də lazımdır. Dincəlmək Yəni, mən istəyirəm ki, biz bu mövzunun da üstündə bir dayanaq. Yəni mütləq xanımlara istirahət lazımdır və o istirahəti əgər ətrafınızdakılar sizin üçün təşkil eləmirlərsə, özünüz özünüzə təşkil eləyin. Məsələn, mən də işləməyi sevirəm, özümü işdə çox sevirəm. Zeynəb olanda 3 ay evdə oturdum. Sonra yoldaşım dedi ki, sən işsiz qalsan başqa cür olacaqsan, tamam dəyişəcəksən, işə get. Yəni işdə sən özünü daha yaxşı hiss edirsən. Və amma Biri bununla gəlmişkən bizə hər zaman hər işdə dəstək olan Həyat həyat yoldaşlarımızı da buradan almışıq. Xanımlarına dəstək olan, Bütün onlara bir işgüzar şəxsiyyət kimi xanımların baxan. arxasında bəli. Bütün çox kişilərə güclü təşəkkür həyat edirik. yoldaşları durur. Və qadınlarımız, mən ümumiyyətlə Azərbaycan xanımlarına demək istəyirəm, əgər belə bir imkan verdinizə görə sizə təşəkkür edirəm. Bizim xanımlarımız çox etibarlıdır. Yəni o qədər qadınlarımız var ki, onlar həyatda tək mübarizə aparırlar. vəfalıdırlar, çox sədaqətlidirlər. Amma heç də məsələn tutam kimisə yanında adam var, ondan geridə qalmırlar. O mübarizəni axıracan apara bilirlər və həyat mübarizəsinin haqqını verirlər. Amma yenə də mən bu qızlar böyüyür də. Bizim də evdə mənim də qızım var. Qızlar hamıda yəqin ki, kimdəsə bir dənə də olsa qız var.
Biz xanımlarımıza, qızlarımıza bunu öyrətməliyik. Mütləq istirahət etməyi də bacarmalıyıq. Hər bir işgüzar qadın, baxma sən evdə Özünə işləyirsən, qiymət verməlidir, özünə qiymət verir, hörmət eləməlidir. Bəli, və istirahətini Evdə eləmək oturan istirahət xanımlar onun da haqqıdır. həmçinin. Evdə oturan xanım Bəli, da bütün əlbəttə, gün evdə istirahət iş onun görür. haqqıdır. Yəni biz Bəli. bunu bilməliyik ki, bu haqqımızı əlimizdən almaq olmaz. Bax, elə bu gözəl notlarla istəyirəm buradan şüar kimi səsləsin bütün hal-hazırda bizi izləyən evdar xanımlar üçün. Özünüzü sevin, çox xahiş edirik sizdən. Bəli, Bəli. özünüzü asudə vaxt ayırın, tələb edin. Deyin ki, bu mənim haqqımdır, mən istirahət eləməliyəm. Nə paltar yumaq, paltar gözləyər. Qoy istirahət İş edin. qurtarmır onsuz. Bəli, iş onsuz da qurtarmır. Esmirə xanım, mən istəyirəm o sizin tikdiyiniz paltarlardan birini mən hal-hazırda istəyirəm üzərimə tutum, hə qızlar? Həm siz Esmirə xanım üçüncü paltar tikir. Üçüncü paltar. Ay, siz bizi şok edirsiniz bugün burada. Esmirə xanım ikisini də götürün gəlin bura. Tikdiyiniz paltarların ikisini də götürün gəlin bura. Mən o paltarları hal-hazırda üzərimə tutacağam. Qoy tamaşaçılarımız görsün. Esmirə xanım qeyd edim ki, hər gün bizimlə bərabər olacaq burada və hər gün bizə burada paltarlar tikəcək. Siz mənə bir dənə kömək eləyin, bunu saxlayın. Və sabah eyni vaxtda, bilirsiniz də, həftə içi 5 gün 12:45-də bizim verilişimiz efirdədir Space TV-də. Sabah eyni vaxtda bizi izləməyi unutmursunuz. Çünki mən hal-hazırda bu paltarı üzərimə tuturam, amma sabah bu paltarı geyinəcəm. Sabah bu paltarı geyinəcəm və siz Esmirə xanımın əl işlərini artıq hər gün bizimlə bərabər görəcək. Ay, super tikmişsiniz. Sucan rənglərinə uyğundur. Dekorasiyama da yaraşır, özümə də yaraşır. Nə gözələ al da yaraşır, şalda da mən bu haqda danışmaq istəyirəm. Ay, necə də təvazökaram mən, ilahi. Bax belə, gördünüz ki, hətta bir ikinci paltarımız da var. Bir onun da. Nə vaxt olacaq belə filmə biz də gələyəndə? Süpersiniz Esmirə xanım. Esmirə xanım biz də istəyirik. Tikilmə qaydasını da bizə başa salarsınız. Bunun Mən doğrudan fasonu ağzım başqadır. açıq qalıb. Bunun fasonu başqadır. Mənim doğrudan ağzım açıq qalıb. Dünyada qayıdacaq. Siz fikir verin, parçalar mənə də yaraşır. Dekorasiya da yaraşır. Özdəki belə, nə bilim, fasonlar da belə maraqlı deyə. Əsl, mən dükana da gedəndə mən belə fasonlar, yəni hal-hazırda biraz artıq kilolarım qaldığı üçün mən belə yüngül və sallaq belə fasonlar seçirəm ki, yəni bir o qədər də bədən nümayəni görsənməyim də. Belə. Çox sağ olun Esra xanım. Nəsə təşəkkür edirəm. Çox sağ olun Günay xanım. Şəlalə xanım çox sağ olun gəldiniz. Gülər xanım çox sağ olun. Günay xanım çox sağ olun gəldiniz. Verişimizə bizi feyziyab etdiniz. Bütün tamaşaçılarımıza göstərdiniz ki, eyni zamanda işgüzar xanım olmaqla bərabər həmçinin gözəl ailə başçısı, gözəl ev xanımı, gözəl ana da olmaq olar. Bəli, bəli, bu mümkündür. Mən inanıram ki, sizin də aranızda var belələri. Mən sizi öpürəm, bağrıma basıram, mən sizi sevirəm, sizi çox istəyirəm. Həftə içi 5 gün sizi 12:45 bizim verişimizin efirində gözləyirəm. Daha doğrusu siz bizi gözləyirsiniz. Hələlik.